Dəyərli dövlət qulluğunda və magistra hazırlaşanlar. İstəyirəm belə bir sahə sualının izahına birlikdə baxaq. Deməli, məsələdə mənə nə deyir? Tərəfləri 32 və 30 sm olan düzbucaqlının daxilində. Düzbucaqlı bizə bu böyük qara düzbucaqlının deyil. Bunun uzunluğu 32, eni 30'dur. Mənə deyir ki, düzbucaqlının daxilində 4 eyni ölçülü düzbucaqlı üçbucaq çəkilmişdir. Üçbucaqları görürük, qırmızı üçbucaqlar. Düzbucaqlının qarşı tərəflərinin ortaları olan ortasından A və B nöqtələrindən AB düz xətti keçirilmişdir. Rənglənmiş hissənin sahəsi neçə kvadrat metrdir? Deməli, bu 30'un tən ortasından A və B düz xətti keçirilib. Ortasından keçirilibsə, bura 15'dir, elə burada 15'dir. Bu bizim misalımızın həllidir, yoldaşlar. Deməli, necə? Əgər mənə deyir ki, qırmızı hissənin sahəsini tap. Bir də demişdi nədir? Hamısı bir-birinə bərabərdir. 4 eyni ölçü. Bir dənəsini tapsam, vuracam 4'ə, cavabımı almış olacaq. Bir dənəsini necə tapıram? Əgər belə fikirləşək. Bu hissə 15'dirsə. Deməli, bu hissədə 15 olar. Bax, bura 15. Mən indi düzbucaqlının sahə düsturunu bilirik. S bərabərdir A vurulsun B bölünsün 2. Yəni, bax, 15'i vuracaq. Bu hissəyə böləcəyik 2'yə. Bəs o hissəni hardan bilə bilərik? Yəni neçədir? Bizə eyni ölçülü deyil axı. Onda bu düzbucağın da bu hissəsi katetinin biri 15'dir. Bax, bu da 15'dir. Arada qaldı bu üçbucağın balaca bir hissəsi. Bu da, bura 15, burada 15 ise 30, ümumilikdə də 32'dirsə, burada qalır 2. Deməli, düzbucaqların birinin sahəsi nə oldu? A'mız 15, B'miz bağışlayın bir dəqiqə, A'mız 15, B'miz 2. Neçə edir? Vurutduqda 30, bölsəm 2'yə 15. Bir dənəsinin sahəsi 15'dir. Bəs 4 dənəsinin 15 4'ə vursam, qırmızı sahənin, qırmızı fiqurun sahəsi olar 60 santimetr.